Makyaj eləyirəm. Videonu isə qardaşım editləyir. Çok iyi. Deməli, qardaşımın çox maraqlı bir xüsusiyyəti var. Mən telefonuma Face ID qoymağa peşman olaram. Allah Allah. Həmin an qardaşım telefonu zorla üzümə tutur, Əsigəni görsətməsən xeyri yox. telefonu açmağa çalışır. Yox ya. Mən də başlayıram qəribə üz ifadələri göstərməyə. Oğlum yapma öyle gözün öyle kalacaksın. Təbii ki, Face ID tutmur. Sen ne biçim insansın? Ne biçim bir kafa yapın lan? Dostlarım da məndən həmişə soruşur ki, niyə Face ID qoymursan? O bir itləri qoyublar qırağa, bir dənə mənim itimin üzünə durublar. Ortamlar bende var. Bende var, bende var, bende var. Hem özeniyorlar ama çözemezler. Mənə şiddət göstərdiyi anda da başqası gələndə Abi kendine abi! Başlayır yalandan deməyə ki, vurma mənə, vurma mənə. Daha sonra mən çöldə olanda mənə zəng eləyir. Soruşur ki, kartında pul var. Elmira hey yok. O an 5 saniyə belə qalıram, kilitlənirəm. Yox, avtobus gözləyirik. Fikirləşirəm ki, mənə pul atmaq istəyir, yoxsa məndən pul istəyir. Daha sonra yemək yeyirik, başlayır loxmalarımı saymağa. Olsa yerim abi. Nə qədər yedin? Sen işlerim gülce de yumurta yapacağım. Yəni bullyingə məruz qalıram. Mən Şirinə. belə olsun istəməmişdim. Artık kalbim durmuyor. Hoş geldin. Elə bil çox danışdım. Bir dakika diyemem daha. Makyajımız da bitdi. Son dərəcə sadə bir makyaj oldu. Bugünlük bu qədər. Sağ olun. Çılgınsın man.